İnsan hüceyrələri yenidən proqramlaşdırılır. Yaponiyanın Keio Universitetinin alimləri regenerativ tibb sahəsində mühüm nailiyyət əldə edib. Aparılan klinik sınaqlarda tədqiqatçılar laboratoriyada yenidən proqramlaşdırılmış hüceyrələrindən sinir toxumasını bərpa etməyə qabiliyyətinə malik hüceyrələrdən istifadə edib. Bu hüceyrələr travmadan sonraki ilk həftələrdə onurğa beyni zədələnmiş xəstələrin zədələnmiş nahiyəsində implantasiya olunub. Hər bir pasiyentin onurğa beyninə təxminən 2 milyon proqramlaşdırılmış hüceyrəsi köçürülüb. İlkin nəticələr olduqca ümidvericidir. Xəstələrdə hissiyatın və əzələ nəzarətinin qismən bərpa olunduğu müşahidə edilib. Bəzi iştirakçılar hətta ayağa qalxaraq bir neçə addım ata bilib. Ən vacib məqamlardan biri isə ilk il ərzində ciddi yan təsirlərin qeydə alınmamasıdır. Bu da metodun təhlükəsizliyini təsdiqləyir. Alimlər vurğulayır ki, terapiya hələ eksperimental mərhələdədir və az saylı pasiyent üzərində sınaqdan keçirilib. Növbəti mərhələdə daha geniş miqyaslı klinik sınaqların aparılması planlaşdırılır.